Bismillahirrahmanirrahim. O gözəllər gözəli Allahın savab və cəzası barəsində Əli əleyhissalam belə buyurmuşdur. Eyib və nöqsan sifətlərdən uzaq və pak olan Allah, itaətə möhtac olduğu və ya itaətsizlikdən qorxduğu üçün deyil, bəndələrini öz əzabından saxlayıb, onları cənnətə göndərmək üçün bəndəlik və itaətə savab və günaha cəza müəyyənləşdirib. Allah'a həmd eləyək öz İzzət Cəlalına bizləri savab qazanan qullarından qərar versin inşallah.